Və yenə də İran və Azərbaycan Respublikası arasında ortaq mədəni irsin parlaq bir incisindən biri olan tarixi və möhtəşəm ziyarətgahlardan biri, tarixin dərinliklərindən bu günə qədər gələn bir möcüzə, Gəncə şəhərində yerləşən İmamzadə İbrahim əleyhissalam türbəsi. Bu müqəddəs ziyarətgah 739-cu ildə Peyğəmbərimizin nəvəsi və İmam Məhəmməd Baqirin oğlunun məzarı üzərində inşa edilmişdir. Əməvilər xilafəti dövründə 661-750 Əhl-i Beytə qarşı olan zülm və təqiblər nəticəsində Peyğəmbər nəslindən olan bir çox insanlar uzaq şəhərlərə köç edərək orada sığınacaq tapmışdılar. Həzrət Molla İbrahim də həmin dövrdə İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri olan Gəncə şəhərinə hicrət etmiş, ömrünün sonuna qədər burada yaşamış və bu torpaqda dünyasını dəyişmişdir. İmamzadə məbədinin ilkin binası 8-ci əsrdə tikilmiş, 14-cü, 17-ci və 18-ci əsrlərdə isə ona müxtəlif əlavələr edilmişdir. İmamzadə kompleksi yerləşən ərazi məşhur Azərbaycan və İran şairi və filosofu Nizami Gəncəvinin nəslindən olan Şeyx Zamanovlar ailəsinə məxsus olmuşdur. İmamzadə daxilində aparılan əsas bərpa işləri Gəncə xanı Cavad xanın 1748-1804 əmri ilə həyata keçirilmişdir. Daha sonra 1878-1879-cu illərdə görkəmli general İsrafil Yadigarzadənin təşəbbüsü ilə türbə kompleksi əsaslı şəkildə təmir olunmuşdur. Şeyx Zamanlı ailəsi, Mirzə Mehdi Naci, general İsrafil Yadigarzadə və bir sıra digər görkəmli şəxslər də burada dəfn olunmuşdur. Bu ziyarətgah Sovet dövründə belə fəaliyyətini davam etdirən yeganə İslam məkanı olmuş, digər dini məkanlar kimi bağlanmamış və ya məqsəd dəyişdirilməmişdir. İmamzadə İbrahim ziyarətgahının memarlıq xüsusiyyətləri, kompleksin ən mühüm hissəsi 12 metr hündürlüyündə olan gözəl günbəzdən ibarətdir. Günbədin daxili hündürlüyü 2,7 metr, diametri isə 4,4 metrdir və üzəri mavi kaşlarla bəzədilmişdir. Bu böyük günbədin altında ən qədim tikili yerləşir. Burada Həzrət İbrahimin məzarı yerləşir və daha böyük günbəd ilə örtülmüşdür. 20 əsrdə türbənin daxili divarlarında mühüm tarixi kitabələr aşkar edilmişdir. Bu müqəddəs məkan İmam Məhəmməd Baqir, Ərin oğlu Molla İbrahimə, Allahın rəhməti onun üzərinə olsun, aiddir. O, babasının vəfatından 120 il sonra dünyasını dəyişmiş və burada əbədi uyumuşdur. Gəncədəki İmamzadə kompleksi İslam dünyasının ən maraqlı ziyarət məkanlarından biri hesab olunur. Bu müqəddəs yer yerli xalq üçün böyük mənəvi dəyərə malikdir və hər il dünyanın müxtəlif ölkələrindən minlərlə ziyarətçi bu məkanı ziyarət edir.